Xaricdə təhsil almağın karyeraya təsiri. Bu sual bir 15 il öncə verilsəydi, yəqin ki, verdiyim cavab fərqli olardı. Bugünkü gün tamam fərqli. Bugünkü gün Azərbaycan reallığında bir çox şirkət üçün əməkdaşın xaricdə təhsil alması elə önəmli deyil. Niyə? Çünki əsas tələbat olan sahələr ki var, orada bu trend işləmir. Əsasən xaricdə təhsil tələb olunan sahələr neft-qaz sahəsidir ki, insanlar burada gəlib çox böyük konkurensiyanın içərisində nə iləsə fərqlənməyə çalışırlar ki, bəs mən xaricdə filan prestijli universiteti bitirmişəm, filan qədər təcrübəm var, bunu bilirəm, bu bacarığım var və s. Amma bugünkü Azərbaycan reallığında iş yerlərinin 50-60%-ə qədəri 1000 manata qədər olan işlər. 1000 manata qədər olan işlərdə xaricdə təhsil faktoru önəmli deyil. Yəni bugünkü gün mən ayda 400-500 manata hər hansısa bir əməkdaş axtarıramsa, aydındır ki, ora müraciət edəcək şəxslərin içərisində xarici təhsil almış gənc olmayacaq. Bu gənclər əgər deyək ki, hər hansı bir formada gedib xaricdə marketinq təhsili alıb gəlibsə, burada da onun Azərbaycana qayıdıb gələndən sonra Azərbaycana adaptasiyası önəmlidir. Çünki bir çox hallarda xaricdə aldığın təhsil Azərbaycanın iqtisadi modelinə heç bir halda uyğun gəlmir. Çünki bizdə bazarın tələbi fərqli formada işləyir. Bazar ümumiyyətlə tamam fərqlidir. Azərbaycandakı reklam ənənəsi sosial media xaricdəkindən tamamilə fərqlənir. Bizdə bugünkü gün trend olan, gündəm olan mövzulara baxanda başa düşülür ki, bu heç bir halda marketinqin qızıl qaydalarına uyğun gəlmir. Tamam fərqli bir anlayışdır. Ona görə də bugünkü gün Azərbaycanda tam səmimiyyətimlə deyirəm ki, xaricdə təhsil alıb gəlmiş gənclərin Azərbaycanda təhsil alan gənclərlə eyni formada iş problemi var, məişət problemi var, sosial problemi var. Bu trend artıq Azərbaycanda öz aktuallığını demək olar ki,